Söhbət 1500-dən çox əhalisi olan Neftçala rayonunun Yeni Qışlaq, Sarıqamış, Mikayıllı, Sahil-Oba, Dalğa kimi ucqar kəndlərindən gedir. Sarıqamış ərazi vahidliyinə daxil olan bu yaşayış məntəqələrinin əhalisi uzun illərdir yolsuzluqdan əziyyət çəkir. Uzunluğu 26 kilometr olan avtomobil yolu ötən əsrdə tikilib və baxımsız qaldığından bərbad vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə nə qədər çətin də olsa havalar quraq keçəndə bu yolla rayon mərkəzinə gedib gəlmək mümkündür. Elə ki, yağış, qar yağdı, bu yol keçilməz vəziyyətə düşür. Məhz onda rayon mərkəzinə gedib gəlmək müşkilə çevrilir. Yol bərbad olduğundan avtomobillər tez-tez sıradan çıxır. Xəstəsi olan xəstəsini xəstəxanaya çatdıra bilmir. Yanğın hadisəsi olarsa yanğın söndürənlər gələnə kimi iş işdən keçir. Min bir zəhmətlə əldə etdikləri məhsulları isə bazara çıxara bilmirlər. Sakinlər onda bildirdi ki, vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunub. Yolun tikiləcəyi barədə söz verilsə də hələ ki nəticə yoxdur. Bura nə taksi gəlir, nə skora pomoş gəlir, nə həkim gəlir. Biz qalmışıq vəllikdə. Bizə bir xahiş edilən bu şeydə əncam qılasınız. Bu yol barədə. Onların da gəlməməyinin səbəbi yoldur. Yol yoxdur. Xahiş edirəm ki, bizim yolumuzu əncam eləsiniz. Yolumuz yoxdur. Yolumuza görə çox çətinlik çəkirik. Xəstəxana maşınları gəlmir. Su gətiririk, biz su pulunu alırıq. Su maşını 25 mata gəlir. Amma mən yolum olsa alaram su 10 mata, 12 mata, 15 mata. Yolumuz yoxdur. Yoldan əziyyət çəkirik. Cavanlar buradan gedir. Hamısı keçirlər. Kətdə 100-ə yaxın evimiz, yəni yaşayış var, ev var. Ondan 10-12'si satdığa qoyulub. Yəni cəmaət köçüb gedir. Ancaq bir də səbəb odur ki, yoldur. Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyi 50 nömrəli yol istismar MMC-nin baş mühəndisi bildirdi ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır və sözgedən avtomobil yolunun yenidən qurulmasına bağlı təkliflər hazırlanaraq aidiyyət üzrə təqdim olunub ki, dövlət investisiya proqramına daxil edilsin. Dövlət investisiya proqramına daxil edildikdə həmin yolun əsas şəkildə təmiri tərəfimizdən təmin olunacaq. Səmil Quliyev bugün informasiya proqramı üçün.